Salam, bu videoda sizə onurğa sütunu haqqında məlumat verəcəm. Onurğa sütunu 5 şöbəyə bölünür. Boyun, döş, bel, oma və büzdüm şöbəsinə. Hər şöbədə olan fəqərə sayı. Boyun 7 boyun fəqərəsindən ibarətdir. Əksər məməlilərə xas olan xüsusiyyətdir 7 boyun fəqərəsi. Döş 12 fəqərədən, bel 5 fəqərədən, oma 5 və büzdüm 4, 5 fəqərədən ibarətdir. Onurğada 4 əyrilik var. Boyun, döş, bel, oma. 4 əyrilikdən ikisi önə, ikisi isə arxayadır. Boyun və bel əyrilikləri önə, döş və oma əyrilikləri isə arxaya doğru əyilir. Önə doğru əyrilik adlanır lordoz, arxaya doğru olan əyrilik adlanır kifoz. Lordozu əmələ gətirən fəqərə sayını soruşsa, 7 boyun, 5 bel, ümumilikdə lordozu 12 fəqərə əmələ gətirir. Kifozu əmələ gətirən fəqərə sayını soruşsa, 12 döş və 5 oma, ümumilikdə 17 fəqərə kifozun əmələ gəlməsində iştirak edir. Onurğaya hansı sümüklər birləşir soruşulsa, yuxarıdan boyun fəqərəsinə ənsə, yanlardan döş fəqərələrinə qabırğalar və oma fəqərələrinə də çanaq sümükləri birləşir. Ümumilikdə onurğaya bir ənsə, indi də yazılı halda baxaq, onurğa sütunu 5 şöbəyə bölünür. Boyun, döş, bel, oma, büzdüm. Boyunda 7 fəqərə, döşdə 12, beldə 5, omada 5, büzdümdə 4-5 fəqərə olur. Onurğanın əyrilikləri dedik 4 yerə bölünür. Bunlardan ikisi önə, ikisi arxayadır. Önə doğru olan əyriliklər lordozdur. Lordozu əmələ gətirən fəqərələr və şöbələr, boyun və bel şöbələri lordoz əmələ gətirir. 7 boyun, 5 bel şöbəsində olan fəqərə, ümumilikdə 12 fəqərə lordoz əmələ gətirir. Arxaya doğru əyrilik döş və oma şöbələrində olur. Bu əyrilik kifoz adlanır. Ümumilikdə kifozu əmələ gətirən fəqərə sayı soruşulsa, 12 döş, 5 oma şöbəsindədir. Ümumilikdə 17 fəqərə. Onurğa sütununun birləşdiyi sümüklər və yaxud da onurğa sütununa birləşən sümüklər soruşulsa, yuxarıdan boyun fəqərəsi bir ənsə sümüyü ilə, yanlardan döş fəqərələri 24 qabırğa ilə və oma fəqərələri 2 çanaq sümüyü ilə birləşmə əmələ gətirir. Cəmi 27 sümüklə birləşmə əmələ gətirir. Əgər suallarda bizə onurğanın birləşdiyi, lakin gövdəyə aid olmayan sümük soruşulsa, bu zaman 24 qabırğa gövdəyə aid olduğuna görə bir ənsə, 2 çanaq, ümumilikdə 3 sümük götürəcəyik. Onurğaya birləşən sümüklər və onurğa sütunu haqqında məlumatlar bu qədər.